Benjoizə oxşuyur bu. Çömçə quyruğu oxşayanlar da yığıb yanına. Arizona kərtənkələlərini yığıb yanına. Özdə nəyə oxşuyur? Bunun dalınca gedir bu xalq cəbhəsi. Özünüzü biabr eləməyin, ona görə xalq sizə inanmır. Elə İlham Əliyevə sərf eləyir, elə bu keçibək deyəsiniz. Gedəsiz bunun yolunla, Məmməd Əminlə də bunun şəklini yanaşı tutub, Məmməd Əmini də gözdən salasınız. Bütün bu videolarda ortaya çıxır, hər il çıxır, hər bayramda, hər seyranda çıxır. Xalq da deyir, buna belə prezident olarmış, sigaretinə bax, bunun vidinə bax. İlham gəlsə yenə bir balaca vidi fasonu var, burnu erməniyə, fil xortumuna oxşasa da bu vidi fasonu var. Hələ bir yalancı zəfər, Putinin şeyindən sallaşsa da nəsə bir balaca sakitləşdik. Və Elçibey kimisi bizi biri gələr anamızı ağladar. Bu xalqın gözünü belə qırıblar. Bu axmaqlar bu. Bu Elçibey yolu xəyanət yoludur. Xəyanət yoludur. Mənim də qarnım doyub. Ölkənin təməlini sarsıtmaq üçün boşluqlar yaratmaq lazım idi. Sərhəddə boşluq, nazirliklərdə boşluq. Bəli, mənim də Elçibey vaxtı qarnım doyubdur. Biz də üçlük pul səpmişik göyə həyatımızda bir dəfə. İndi sənin Elçibey dönəmində qarnın doyub deyə, Elçibey dönəmində polis rəisi sağ qadan alın deyib məhəllənə girmək üçün icazə istəyirdi belə. İndi sən Elçibey mi sevməlisin? Elçibey belə eləyərək devləti zəiflədib, eləyib də, Heydər Əliyev gətirib də. Bax, burada görək nə deyir. Burada Rəhim Qaziyevə baxın, siz Allah.